Salam, əziz dinləyicilər. Növbəti ya da başqa bir müsahibəyə xoş gəlibsiz. Biz bugün bilirsiniz ki, İranda çox mühüm, çox önəmli bir siyasi ictimai şəraitlə qarşı-qarşıyayıq. O da budur ki, bizdən olan, Azərbaycandan olan, türk olan bir aday bu ilki İran Cumhurbaşqanı ya da rəis cumhur adaylarının arasındadır. Və bu niyə mühümdür? Çünki illərdir İran mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi mərkəziyyətdən çıxardıblar, siyasi gücünü alıb və zəiflətməyə çalışıblar. Amma bugün Məsud Pezeşkiyanın türk olması Azərbaycanda istər-istəməz o çaxnaşmayı, o enerjini yenidən yarada bilib və insanlar hər halda bu seçimlərə fərqli yanaşmağa başlayıblar. Və Azərbaycan hardasa deyə bilərik ki, siyasiləşməyə doğru gedir. İndi bütün bu vəziyyəti düşünərək biz Azərbaycan Civic Nation və Ətək Yazı olaraq bir araya gəlib bir proje ilə Azərbaycan məsələlərlə uğraşan, bu haqda fikirləşən insanları bir araya gətirib onların fikirlərini öyrənmək istədik. Bunu vurğulamaq istəyirəm ki, bu videolardan, müsahibələrdən məqsəd insanları səs verməyə, rəy verməyə ya da verməməyə çağırmaq deyil. Sadəcə hədəf nədir? Hədəf bu vəziyyətə, içində olduğumuz vəziyyətə açıqlıq gətirmək, məsələlərin müxtəlif cəhətlərinə işıq tutmaq və mübahisəyə, danışığa, dialoqa imkan yaratmaqdır. Ümid edirəm hər kəs üçün bu faydalı olar. Əziz dostlar, əziz Möhsin bəy və əziz Araz bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün çox təşəkkür edirəm. Bunu da deməliyəm ki, Araz bəy, Araz Süleymani sosioloqdular və Mohsen Hadi filmsaz ya da bəlgesəl yönətimidirlər. Çox xoş gəlibsiz. Mən heç yubanmadan birinci suala keçirəm. Əziz Hadi bəy, sizlə başlayacağıq. Sizcə bu seçkilərin Azərbaycanlılar ya da türklər açısından qabaqki seçkilərdən nə fərqi var? Önceden ben de selam vereyim ve sizden teşekkür edeyim bu kazanı yaratmışsınız. Yani hakikaten bence bu danışıklar, bu konuşmalar ne kadar çok olsa, ne kadar kabacıysa çok yaxşı olar. Hatta bazen ben görürüm bu ayyam sosyal medyada biri gelir mesela rəy verenlere bir söğüş verir, biri rəy vermeyenlere. Çok kötü, çok böyle veya üzücü bir kazadır. Çok yaxşı olar şeyle yani beraber danışaq, yani danışmasak olmaz. Biz yani əsasən biz danışsaq biz olduq. Danışmasak da mənası yox ki, deyək biz yoxdur şu arada. O yüzden çok sağ olun, mən də dəvət elədiniz. İkinci geçək suala, hani bu intixabatın ya bu seçimin fərqi İran türklərinə, qabaqçılarla nədir? Çox vazih. Fərqi Pezeşkiyan. Və Pezeşkiyan həqiqətən bizdən biridir. Yani məsələ budur. Hamımız bilirik ki, İranda bir çox türk var və elə həmişə də dövlətdə, hökumətdə türklər olub. Rəhbər türkdür, ilə filanı türkdür, behmanı türkdür. Amma hamımız bilirik, macera fərq edir. Bunlar çoxu türkdür və ömründə heç türkü danışmıyor. Rəyə niyaz olanda bizə gəlib türkü danışır. Lab yaxçıları Mirhüseyn Musavidir. İnşallah həbsdən çıxar. Lab yaxçıları Mirhüseyn Musavi idi ki, çox yaman köhtə, zorla bir oldu var, dondu yox. Bu cür, yani bu hətta bir söz deyə bildi. Qızavət eləmirəm, ha, biləxərə o bizatində o idi, uşaqlıqdan danışmayıb ya halinə. Ondan işim yox. Amma bizimlə böyüməyib, bizimlə nəfəs səhməyib. Bugün gördüm Cəlilinin anasının videosunu qoyublar, türkçü danışır, yazıblar ki, Azəri deyiləm sözlər. Mən öncədən bilirdim bu Cəlilinin anası türkdür. Amma bu adam 50 neçə yaşı var, mən 60 yaşı var, bir belə vaxtı rəisdir, böyük məqamlarda olub. İndiki bugün rəy niyazı var, anasının türklüğündən çeyilir. Və böyle ruh nəmayeli. Bu Twitter'da da yazdım, mən bir dostum vardı, Kürdüdür. Mənə təriflirdi, deyirdi, bir dəst vuruşdan mən bir saat soruşdum, xoşum gəldi saatdən. O da qiymət dedi, deyir, İstədim çuna vuram, təxriq falan bundan Kürdü danışdım. Bir o satıcının acığına geldi. Bir dəqiqə bətər şey oldu. Döndü dedi ki,
bir çoxdu məndən farsça danışsan, indi təxtə yetişəndə Kürd oldum. Bu dostum deyir, mən orada utandım, öldüm, girdim yerə piyada orada. Həqiqətən mən bir şeyin, o Cəlilin anasının o videosunu görəndə o xatirə yadıma düşdü, elə yazdım da. Çox məncə məsələn utandırıcıdır yəni. Sən hələ neçə yaşın var? Buracan indiki bizdən bir rəy istəsən oldun bizdən. Oldu ya. Yenə də əlbəttə yaxşı da, ancaq hələ əsli bildim. Ondan işim yox. Amma Pezeşkan fərq edir. Pezeşkan bizdən biridir. Baxın bizlə yaşayıb. Bizdən biri deyəndə biz yeşdəs bir insanlar dərik. Həminən burada 3 nəfərik. Hərəmiz bir cür baxırıq. Amma o biz kələməsinin içində yerləşirik. Yəni Qarabağ savaşında həm duygusal şey olmuşuq. Ağlamışıq, Xocalıya ağlamışıq. Qarabağda Azərbaycana dəstək vermişik. Özümüzü Azərbaycan bilmişik. Səmində, şadlığında yəni bir nəğmələrlə biz sevinmişik, bir nəğmələrlə ağlamışıq, bir laylar eşitmişik. O şeyin, o daxili istimarın, o mərkəz cərayinin dərdin əmiqən bilmişik hamımız. Hələ bir model. Bu açıdan baxanda Pezeşkan bizdən biridir. Elə bizim kimin danışır, elə mənim kimin danışır. Yəni Təbrizli kimin danışır, Urmulu kimin danışır. Məsələlər görür. Çox rahat deyir, mən Allah Türklər aldıq, tamam mı? Şeydə, çok da şakirəm bundan. Bu aman sözlü ki biz deyirik. İndi bu arada təbiətən insanlar bunun fərqini bilir. Bizdən biri gəlir. Təbiətən bizdən biri gələndə, bizim içimizdə solcu var, sağçı var, filan var, bərəndaz var, bilmirəm, pastarı da var ya. Hər modeldə insan var. Bizim də bürokratlar içində, ya məsələn, o politisyenlər içində adamlarımızdan biri Pezeşkandır, çox da vazi. Heç vaxt da özündanmayıb, heç vaxt bizim düşmənlərlə bir cibhədə durmayıb. Bunlar çox vazi. Bunlar mənim nəzərimə həmanlardır ki, insanlar bunu şeydir, yəni mənimsir. Fərqi budur. Bunun arada çok sözü uzatsam lütfen bana buyurun. Bir dəqiqəm var. Ola bilər bu haman sözdür ki, bunlar deyirlər qom cərayi. Və biz bilirik o qom cərayi ki, onlar deyirlər mənisinə mənədir. Siz o mütəvəccih. Həqiqətən bizə fərqi budur. Bu ki, bir nəfər bizdən gəlib və bu ali səthidə huzur tapıb, bizə avərdəsi nədir? Mən videolara baxmışam, öncədən məndən qabaq dostlar qəşəng tozihlər veriblər. Həqiqətən özü hamımız da bilirik ki, Azərbaycandan bir nəfər ora gəlməyə ilə bir möcüzə deyil gəlməyəcək. İran şəraitin durumunu hamı bilir. Baxanlar da məndən yaxşı bilirlər bunu. Amma əslində biz inkara məruz qalmış bir millətik. Bir millətik ki, bizim əsasən mənim mənliyimi danırlar. Yəni, şəstinə mənim üzümə dəfələrcə deyirlər ki, sən türk dəyilsən, sən filan dəyilsən. Biz, bu əslində bizim bir dənə kimlik davamız var, kimlik mücadiləmiz var. Pezeşkanın gəlməyi bizim o söyləmi, qoftumanı cəhdi ariyən. Yəni, yenidən bir də İranın ali səthində, siyasət şeyində, mizində, masasında türklərin vəzni görüşür. Və məncə, bəlkə bir çox insan deyə bu kimlik mücadiləsi, hoviyyət mücadiləsi mühüm deyil. Ehtimalən heç onlar qulaq asmayarlar da mənim sözümə. Ola bilər bir sonra danışaq, onun əhəmiyyətindən danışaq. Amma kimlik mücadiləsini biz önəmsəsək, onun əhəmiyyətini bilsək, bu gün mənim nəzərimə bir fürsətdir və biz də elə bu fürsəti bilməlidir, tanımaq. Tamam. Əziz Araz bəy, siz eyni sualı necə cavablardınız? Bir də bunu da artırım ki, məsələn, hələ yayınlanmamış, amma yayınlanacaq bəzi videolarda dostlarımız deyiblər ki, heç bir böyük fərqi olmayacaq. Bu seçkilərlə qabaqki seçkilərin o qədər də böyük bir fərqi yox. Bunu da düşünənlər var. Çünki bunun Pezeşkan nə qədər yaxşı olursa olsun deyirlər, əməlkərdir. İmkan verilməyəcək əməlkərdir. Ona görə o qədər də fərqlənmir deyirlər. Bütün bunlar nəzərdə alınaraq, sizin nəzərinizdə türklər və Azərbaycanlılar açısından bu seçkilərin keçmiş seçkilərlə nə fərqi var? Hər şeydən öncə salam deyirəm sizə və əziz Məhsün bəy Hacıya və dinləyənlərə və təşəkkür edirəm belə bir gözəl diyaloq və dialektik imkanı
yaratmağınız üçün. Keçmiş seçkilərlə nə fərqi var bu seçkinin? Mən istərdim bu məsələyə, bu önəmli məsələyə sosiolojik və daha doğrusu siyasi sosioloji açısından yanaşam. Həm İran toplumu, həm Azərbaycan toplumu üzərində. Ərzim olsun ki, bu seçkilərdə biz keçmiş seçkilərlə qiyas etdiyimizdə həm fərdi, həm cəmi olaraq fərqli bir əqlaniyyətlə müvacihik. Fərqli bir fərdi və cəmi konişlərdən müvacihik təbiətən. Bu nə anlama gəlir? Təbiətən, keçmiş seçkilərdə hakim olan əqlaniyyət daha çox atifi əqlaniyyətə yaxın olan bir əqlaniyyət, sünnəti cinsdən olan əqlaniyyət və ərdişlərə məhtuf olan əqlaniyyətdən ibarət idi. Amma bu seçkilərdə biz bunlardan əlavə yeni bir durumunda şahidiyik. Yəni, hədəfə müftəni olan, məhtuf olan bir əqlaniyyətə də şahidik. İstəsəm bunu inzimam edəyəm, deyərəm ki, Pezeşkiyanın türk olmasından əlavə, nə qədər sadiq, nə qədər sağlam insan olmasından əlavə də təbiətən toplumumuz indi bunu sorur Pezeşkiyandan ki, hədəf nədir? Verimlərin nə olacaq bu məsələdə bizim üçün? Hansı məsələləri bizim üçün əməli olaraq yapacaqsan? Fərdi hüquqlara, şəhbəndi hüquqlara, cəmi hüquqlara və genəlliklə topluma. Misal üçün, fəal olan kəsim toplumumuzda indi ən az etniki açısından düşünsə, 15-ci əsli net olaraq istəyir, TOSA məsələsini önə gətirir, demokrasi məsələsini tərh edir, ictimai cümbüşlərin, ictimai qrupların, əxşarların, mütalibələrin ortaya gətirir və hədəflərini və mütalibələrini daha keçmiş seçkilərə nisbətən daha çox və daha hədəfli olaraq tərh edir. Təbiətən, bu əqlaniyyətin cinsi özü ilə yanı sıra ictimai, fərdi və ictimai konişlər gətirir. Bu ictimai konişlərin bir özəlliyi də var. Keçmişdə olan konişlər əgər Dorkimin ədəbiyyatı ilə yanaşdıq qəziyə, daha çox mekaniki bir konişlər olsaydı, sadə, qeyri-siyasi, iş bölmələri olmayan konişlər, sünnət mehvər, bəzən tayfabazlıq kimi unsurların ortada olması və fəzanın ümumən istibdadi bir fəza ilə qabağa getməsi ki, bu mekaniki fəzanın, mekaniki ictimaın özəllikləri təbiətən daha fərqləşibdir və organiki bir konişlərin indi şahidi yox təbiətən daha siyasiləşmiş, daha pitidələşmiş, iş bölümlərinin şahidi yox, hüquq mütalibələrinin şahidi yox, şəhrbəndilik məsələləri ortaya gəlibdir və mədəni, ictimai cümbüşlərin də mənadar şəkildə ortada fəaliyyətlərinin olmasının şahidi yox təbiətən. İstəsəm, hakimiyyət açısından da bu məsələyə yanaşam ki, bu seçkilərin hakimiyyət nəzərində keçmiş seçkilərlə nə fərqi var? Məncə, hakimiyyət bu seçkilərdə bonapartisti bir dövlət yaratmaq peşindədir. Bonapartisti dövlət nə deməkdir? Bonapartisti dövlətin ən böyük karşərdi mövcud böhranları mütənasib şəraitlə aşmaqdır. Ən böyük karşərdi budur. Təbiətən biz müxtəlif böhranlarla indi müvacihik toplumda təvərrüm məsələsi, hakimiyyətin məşruiyyət böhranı, ictimai qrupların cümbüşi hala gəlməsi, fəaliyyətə, dərin fəaliyyətə gəlməsi və istəklərinin ortaya gəlməsi, təbiətən müxtəlif ictimai qişlərin min cümlə fəhlələr, müəllimlər, öğrencilər, mühacir sorunu yaşayan kəsimlər, küskün olan orta təbəqə və etniklər, ən önəmlisi. Bu sahələrdə, bu ictimai qruplar arasında hakimiyyət açısından böyük bir böhran var. Biz ümumən bu məsələyə məşruiyyət böhranı mən bunu adlandırıram və bonapartisti dövlət bu böhranları, bu konfliktləri, bu taarruzları həll etmək üçün gəlir. İstəsəm inzimami bir misal verirəm. Dünyada indi ən böyük bonapartisti dövlət
Çin Bu dövlətidir. sualı bir Çin dəqiqə içində toparlasaq, gələn Tabii. sualda devam. Buyurun. Çin Komünist Partisi bonapartist dövlətin ən böyük nümunəsidir və hədəf burada təbiətən konfliktləri azaltmaq, milli və sərtasəri ən azı zahirdə olmuş olsa bir dövlət yaratmaq və ümumən hakimiyyəti bir subata, nisbi bir subata çatdırmaq və nəhayətində də yeni bir nəzmdən, yaranmış yeni bir nəzmdən hakimiyyətin varlığını yenidən bastolid etmək. Hadi bəy, sizə dönürəm. Bir çox insan deyir ki, rəy verməyək və bir sürü də dəlilləri var niyə rəy verməyək. Məsələn, deyirlər bu pezeşkiyanın türk olmasının heç bir əhəmiyyəti yoxdur. Hətta misal vuranda sistemdə olan bəzi türk insanları da təbii ki, Xameneyinin atası türkdür deyirlər. Türk olması tartışılan bir konuda. Onu belə misal vururlar. Yəni ən üst qatmanda türk var. Bunun oraya getməsi heç bir şey eləməyəcək. Amma bu sualı səs verib verməmə məsələsinə siz necə baxırsınız? Lütfən bunu da nəzərdə alaq ki, bəzi insanlar düşünürlər bunun türk olması, bölgədən olması Azərbaycanı bu iqtisadi cəhətdən bəlkə problemlərini həll edər. Bəlkə ətraf mühit məsələsi var, Urmiya məsələsi var. Bunlara bəlkə bir şey tutar. Bəziləri bunu deyirlər, bəziləri deyirlər olmayacaq heç biri və rəy verməyə qarşıdırlar. Siz necə baxırsınız bu rəy verib verməmə məsələsinə? Onun türk olması önəmlimi? Səs verib verilməlidir yoxsa yox? Nə düşünürsünüz? Baxın, Lalə xanım, türk olmaq Türkiyədə məsələ deyil. Yəni mən Türkiyədə yaşadığımda türk olmaq mənə məsələ deyil. Türk olmaq İranda məsələdir. Yəni, orada mühüm olur. Oradakı türklüğü inkar edirlər, türk olmaq mühüm olur. Yoksa əslində zaten bu ki mən türkəm, önəmi nə? Tamam, türkəm. Amma məni inkar eləyəndə, baxın çox adlı halda mən bir grafistəm, mən bir filmsazam, müstənədsazam. Tamam, bəs bir məsələ deyil. Amma mənə bu inkar eləsələr, mən savaşaram ona. İnkar elər, ispat elərəm ki, mən filmsazam və bir haqqım var ona görə. Çox sadədir. Yəni, məncə əgər sual eləyənlər burada bilmirlər ki, İranda türk olmaq məsələdir, biz onun üstündə danışmalıyıq. Bu bir nöqtə. Çün türk olmaq məsələdir, o yüzdəndir ki, mənim məsələn bir nəfərim, bir adamın televizyonda çox adlı bir sadə bir çıxışda soruşurlar ki, məsələn, sən hardansan? Deyir, məsələn, mən türkəm, Həmədən türkiyəm. Müdür ona, məsələn, atılır ki, yox, sən Azərisən. Məsələdir bu. O yüzdəndir ki, yox, mən türkəm. Çox sadə. Əlbəttə, bu təəssüf yeri var bunda ki, belə bir bədihi bizat, belə bir bədihi izat indi burada məsələdir. Vəli, bir çox bədihi izatlar məsələdir. İnsanların libası məsələdir, insanların yemağı, içmağı, hər zadı məsələdir. Bu da məsələlərin biri. O yüzden, yəni, umumən biz deyə bilirik ki, hicab mühüm deyil ki. Bəli də mənə mühüm deyil, çünki burada çox rahat oturmuşam. Amma bir dənə xanım bu rahat oturanmır. Bunda məsələdir. O məsələ inkar eləmək ya şarlatanlıq üzündəndir, ya bilməmək üzündəndir. Yəni, indi mən də naraz bəy ehtimalən oturaq deyək ki, hicab mühüm deyil ki, çünki ikimiz də çox rahat oturmuşuq. Dil və kimlik budur. Bu yüzdəndir ki, məncə hər harda, hər bəhanə ilə bizim kimlik məsələmiz gəlir miz üstünə və ortaq məsələ olur məmləkətdə, mən onu önəmsirəm. Məsələn, bir dənə film işlənir, gedir Cəşvari Pərcilə və onun türklüğünə, patrona etiraz edirlər. O filmin orada olmağı mənə mühümdür. Məsələn, dastan, burada onun dastanı, dramı, mövzusu 2000-ci məsələdir, dili mühümdür. Təbiətən Türkiyədə olsaq, mühüm olmaz. Necə ki, məsələn, Çində türklük mühümdür, müsəlmanlıq da mühümdür. Adlı halda mən şeylər desəm deyəm, müsəlman bir adam deyil. Amma Çindəki müsəlmanlığı, baxın, diversity məsələsidir. Yəni, burada sən nasionalizmdən söz getmir. Diversity məsələsidir. Yəni, bir məmləkətdə o tənəvvü, diversity-ni, fərqliliyi aradan aparmaq istəsələr, bu heç, sən fərz eləmən türk olmurdun. Mən bir başqa dildə, hobiyyətdə olsaydım, sosioloji oxumaq bunu mənə öyrətdi ki, bu mənim məsələm olaydı. Mən o gün bir cəmdəydim. Bu cəmdə ilk suallarımdan biri bu idi ki, bu cəmimin tənəvvü
hamımız bu cəmdə Təbriz uşağısız və şiəsiz və sizin hanı içizdə bilən sünni, hanı içizdə bilən bilmirəm, Kürd, bir dənə Əhli Haqq hanı sizin içizdə məsələn. Bir çox tənəvvü, bir dənə Tat hanı sizin içizdə. Yoxdur. Hamımız oturubsuz burada, hamımız bir modelik. Vaqiət şu diversity məsələdir dünyada. Bu içində biz bu diversity'ni mütəvəccih dəyirik. Çünki bu pəzədən bir çıxmalıyıq eşiyə. Çıxsaq eşiyə birlik diversity məsələdir dünyada. O yüzden biz İranda Cumhuriyet məsələsi də hər şey, biz İranda 100 ildən çox bir dənə şeylə, yeksansazi ilə qarşıyıq. Və bu yeksansazinin bununla dirəşmək bir dənə tarixi işdir ki, bunu biz Türklər aparmışıq qabağa. Yəni biz Azərbaycanlılar bunun pişroyuq. Biz Azərbaycanlılar burada çox modern və mütərəqqi bir qoftumanı İranda yerinə salmışıq. Heç yadımdan çıxmaz. Hamımız da bilirsiniz. Bir gün var idi. Mən biz daimən bunların zoçlarının sujasıyıq. Qəşəng deyirdilər, gülürdülər. Ha, belə. Gülürdülər. Etiraz edirdin. Deyir, bu məsələdə ki, indi hamısı bilirlər məsələdir. Biz etiraz elədik bu yığışıldı. Bu da o cürdür. O yüzden vaqiyyət budur ki, Pezeşkiyan olmasın ya başkası olsun, yok. Çok mühümdür ki, bugün bir dənə dövlət başkanı, Rəis Cumhur tənəvvüdən danışır. Çox mühümdür bu. Təbiidir ki, bilirik bu tənəvvü nə qədər aparacaq qabağa. O yerdə ki, onu danışmağa yasaqdır. Ondan danışmaq özü bir addım ilerləmədir. Bir addım qabağadır. İkinci nöqtə, bizlər bir çox şeyik daha, bayneri baxırıq. Yəni, çox kəmalcə, perfeksionistik bu düzətlərdə. Təkrarı daha bu sözlər, amma biz camiə kimi bir dənə peçidə pədidə ilə üzbəyüzük. Burada bir dənə radyo da ki, onun təmirindən danışaq. Bir dənə bilməm, evin tihmanından danışmırıq ki, bir dənə saxtuman düzəltməkdən danışmırıq, camiədən danışırıq. Camiənin dəyişmək çox peçidə bir zaddır. O qədər peçidədir ki, 2-3 nəsil gedər qabağa, ta camiə mütəvəccüh olar ki, qızlar da gəl dərs oxuyar. Baxın, belə bir camiədəyik biz. Vaxtım qutulur, amma qoyun bunu bitirim. İndi bu camiədə, baxın, Şeyx Fəzlullah Nurinin qoftumanının idamə verənləri, indi büyünlərimi özləri qızdan yolurlar mədrəsiyə, iftixar edirlər amarı təhsilliyə, qızların içinə. Həman adamlar Şeyx Fəzlullah olan usturələridir, adın mücəssəməsin filanın xiyabanlara qoyurlar. Bu nə cür gəlib? Addım gəlib. Addım gəlib, büyün yetişib bu nöqtəyə ki, da biz o mordə danışmırıq ki, deyək, niyə qızlar dərs oxuyaq? Bu yüzden biz bura pragmatist baxmalıyıq. Kimlik mücadeləsində sırf bu kimlik gəlib araya bir addım qabağadır. İndi bu kimliyi kim gətirib araya? İnsafa da durmalıyıq. Pezeşkiyan pis adam deyil. Mən çox bədbin adamım ama bunlarda. Yani Twitter'ime baxsanız Pezeşkiyan nəqdində çox yazmışam. Çox da sərih yazmıyorum. Filan zat da Pezeşkiyan yalan deyib. Gəl üz istəyir filan. Ama yok, Pezeşkiyan pis adam da deyil. Bir addım qabağa getməliyik. Sözümü bundan qutarım. Bir sualımız da var ya, bu axiridir. Axiridir. Bəs bundan qutarım sözümü. Tweetin də vurdum o gün. Baxın, bir zaman yani, İranda çox raicdir bu söz. Bir də deyərdilər ki, zülmü çox olmasa İmam Zaman gəlməyəcək. Ona görə bırakın qoyun zülmü çox alsın, İmam Zaman bəyə gəldi. Vaqiyyət bu ki, bizim bir çoxumuz o cür fikir edir. Deyirlər, bəs ki, İranda zülm çox olsa da, yer-göy məsələn, gəştiri şad olsa, hicabban olsa, filan olsa da Avropa gəlib bizə nicat verəcək. Belə bir zat yoxdur. Çox vaziyətdir ki, yoxdur. Bünci yoxdur. Və bu bizik ki, var, addım. O cür məsələn, ay Pezeşkiyan bir dənə qoca kişi çox qəşəngdir. Gəlib ləsindən soruşur ki, deyir, niyə, məsələn, bu qızların qabağını niyə almışsınız filan, deyir, öz qızın olsa neynərsən, deyirsə, dözərəm. Yaxşı fikirlə, bu da sənin öz qızındır. Onun ədəbiyyatı budur. Vaqiyyət budur ki, sən bir dənə camiədə yaşırsan ki, bir dənə tamamən məzhəbi camiədir ki, bu camiədə əsasən diversity kələməsi, əsasən qəbul eləyəmirlər ki, bu camiədə məsələn bir adam əsasən ola bilər dini olmasın hətta. İndi bu camiədə sən eləcə bu ədəbiyyatla gedəsən qabağa. Tamam. Çox sağ olun.
Araz Bey, eyni sualı sizə verəcəm. Azərbaycanın bütün məsələlərini nəzərdə alaraq, iqtisadi, ictimai, siyasi məsələlərini nəzərdə alaraq siz rəy verib verməmə məsələsini necə baxırsınız? Dediyim kimi dostlardan bəzisi əlbəttə az bir qismi müxalif tapmaq hardasa biraz çətindir, amma mənim üçün çətin idi ən azından bu dönəmdə. Amma müxalif olanlar da haqlı səbəblərlə müxalifət eləyirlər. Siz Azərbaycanın bütün ekonomik xüsusilə şəraitini nəzərdə alaraq səs verib verməməsinə necə baxırsınız? Pezeşkiyanın bu arada Türk olması bir fərq yaradırmı? Səs verilməlidir yoxsa yox? Çox sağ olun. Səs verib verməməyi istəsək ən yaxşı yerdən izləyək. Təbiətən ki, ən yaxşı yer ən azı mənim üçün toplum özüdür. Toplum bir şeylə qarşı-qarşıyadır bizim camiədə, hakimiyyətlə ilgili. Ən azı hakimiyyətin islah tələb kəsimi toplum üçün indi bir münəvvəranə istibdad qonumundadır. Bu münəvvəranə istibdad ki, müasir tariximizdə də bunun sibqəsi çoxdur və islahat cəryanı bunun əmələn mirasçısıdır. Bu münəvvəranə istibdad nə qədər də çalışsa toplumun keçmiş dövrələrdə, məqtələrdə güvənini, sərmayəsini qazansın, bunda elə də başarılı olmayıbdır. Necə ki, hakimiyyətin bütünlüğü məşruiyyət buhranı ilə müvazəhdir, üzbəyüzdür, elə islahat da bundan ayrı deyil təbiətən. Başqa məsələlərdə nəzərdə tutanda ki, hakimiyyət içində qüdrət kəşakişi vardır və ya ümumi etirazların hakimiyyətlə nisbətində toplumun ümumi etirazların nəzərdə tutduğumuzda, rəviyyəsini ən azda nəzərdə tutduğumuzda keçmiş illərdə bu etirazların rəviyyəsi günbəgün çoxalıb, günbəgün dərinləşibdir, təbiətən. İndi Ağay Pezeşkiyan bu şəraitin içində hansı bir mövqeyyətə sahibdir? Ağay Pezeşkiyan bunun mirasçısıdır ki, Xatəmi devrində İran bərəy həmi İraniyanın şuarı və məsələsi tərh oldu və bu yerinə getmədi. Ağay Pezeşkiyan bunun mirasçısıdır ki, Ruhani devrində tədbir və ümid dövləti yarandı və toplum gördü ki, heç bir tədbir və ümid görünmədi eyniyyətdə və əməldə. Cənab Pezeşkiyan bunun mirasçısıdır. Toplumda ictimai, siyasi dəyişikliklər dərinliklə ittifaq düşübdür. Və bunun göstərgələrdə keçmiş illərdə məşhuddur. Ən böyük göstərgəsi keçən il İsfənd ayında məclis seçkilərində tarixən ən az müşarikətin ittifaq düşməsidir və bundan qədimki rəviyyələrdə izləsək, təbiətən beləntli bir dərinlikləri müşahidə eləyə bilərik. İstəyirəm deyəm ki, toplum seçkilərdə həyəcani və propaganda fədasının təsiri altında müşarikət fazından soğuşubdur. Toplum əmələn sosiologların nəzəriyyə əsasında umumən imtina-i ümumi vəziyyətindədir. Müşarikət açısından imtina edir, müşarikətdən imtina edir. Belə bir toplumda indi yuxarı səthdə cümbüşi vəziyyətin şahidi olmaq çətindir. Və ədəm-i müşarikət mövzei umumən həm kütlə arasında, həm müxtəlif ictimai, siyasi qeşidlərin içində, təhəbbülxah cümbüşlərin içində, məsələn feministlərin içində, məsələn kargəri fəalların içində, məsələn etnik fəalların içində, həmçinin bu dəyişikliklərin dərinliyinin, təsirlərin biz görürük və yuxarı mütalibələrlə ortada olmaqları onları nəhayətdə ədəm-i müşarikətə sevq verir mənim nəzərimdən. Bir məsələndə nəzərdə tutsuq, Cənab Pezeşkiyanın fikri, quftumani və təəlluqu və müdiriyyəti ya cinahi təəlluqunu da nəzərdə tutsuq. Cənab Pezeşkiyan sünnəti islahata aiddir, neoşəriyyətici bir varlığı var. Bunu rəftarlarında da çox
açıqca görə bilərik və bu sünnəti islahat təcrübətən göstərib ki, elə də başarılı bir siyasi cəryan deyil və cəmiəni öz nəfinə cümbüşi halda gətirə bilməz. Bəli, bizim toplumumuz ümumən sosiolojik açıdan cümbüşi bir vəziyyətdədir. Amma bu cümbüşi vəziyyəti hakimiyyət yönlü deyil, islahat yönlü deyil, təhəvvülxah yönlüdür, təğyir tələb yönlüdür, ədalətxah yönlüdür, azadlıqxah yönlüdür və bu yön, bu tip vəziyyət məncə yuxarı bir müşarikətlə uyğun bir vəziyyət deyil, ən azı sosiolojik təhlillər bunu göstərir. Başqa bir nüqtədə istərdim bu məsələdə işarə edim ki, ictimai təhəvvülxahlığın şaxisləri var təbiətən. Və bu şaxislər əsasən, misal üçün istəsəm deyəm, iqtisadi şaxislərdə çox sadə bir məsələ, dəstmuzd məsələsi indi çox mühüm məsələdir bizim toplumda. Təvərrümlə mütənasib dəstmuzdların çoxalmaması, özəlliklə islahat dövründə və ya Cənab Pezeşkiyanın buna net, konkret olaraq əməli bərnaməsi yoxdur deyə indi toplum kəsimlərin bu məsələ ilə sorunu vardır. Ya etnik fəallarının, etniki cümbüşlərinin, Cənab Pezeşkiyanın Əsl 15-in necə, hansı layihələrinə, məclisə hansı zaman aparacaq və bunu mədrəsələrdə misal üçün bunun yansıtması ana dilinin hansı məqsədə tədris olacaq, necə tədris olacaq, heç bir əməli bərnaməsi olmadığından dolayı elə də müsbət yanaşmaq şahidi olmuruq təbiətən. Və son söz bu məsələ ilə ilgili ki, Cənab Pezeşkiyan türk olmasına görə fərqli olacaq ya olmayacaq seçkilərdə müşarikət. Təbiətən ki, bir həddə kimi qabil pişbinidir ki, bu fərqlənsin, ən azı etniki bölümlərdə, ya ən azı o toplumun o kəsimlərindən ki, təbizlə baş-başa qalıblar keçmiş illərdə ümumi bir fişara, ümumi bir fişara ya ümumi bir çatışmamazlıq, hər hansı çatışmamazlıq yaşayıblar iqtisadi cəhətdən, siyasi cəhətdən, etniki milli hüquq cəhətdən, cinsiyyəti hüquqdan və buna tay. Cənab Pezeşkiyan bu günə qədər əlarəğmi çox gözəl populisti şüarları, çox gözəl populisti müdafiələri, amma əməli olaraq heç bir yol, heç bir yöntəm qoymayıb ortaya. Biz bunu şahidi olmuşuq ki, dönələrdən buna təkid edib ki, mən 7-ci TOSA bərnaməsinin tərəfdarıyam. 7-ci TOSA bərnaməsində Əsl 15-in yeri nədir? Cinsiyyəti hüquqların yeri nədir? Fəhlə mütalibatın yeri nədir? Və buna tay yüzlərcə sual soruşmaq olar ki, net olaraq, əməli olaraq Cənab Pezeşkiyanın əməli bərnaməsi nə olacaq prezident olduğu zaman? Və bu yüzden şəxsi nəzərim budur ki, əlarəğmi bu ki, 1% müşarikət, bir dərsətlərdə çox olacaq. Pişbini olur ki, 10 ila 15% müxtəlif nəzərsəncilərə görə. Amma ümumən o müşarikətlə ilgili imtina-i ümumi mövzei və ya ədəm müşarikət mövzei məncə elə də çox fərqli olmayacaq. Çox sağ olun, əziz Hadi bəy və əziz Araz bəy. Çox təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün və fikirlərinizi bizimlə, bizim dinləyicilərimizlə paylaşdığınız üçün. Çox sağ olun, təşəkkürlər. Çox sağ olun. Lale xanım, mən icazəm var bir 30 saniyədə nöqtə deyəm. 30 saniyə deyə bilərsiniz. Hə. Tamamen Araz bəyə qatılıram. Baxın, vaqiət budur ki, Pezeşkiyan o qədər də bir iş görənməyəcək. Bunu bilməliyik. Və mərdumda elə bətər çox da rəy verməyəcək. Vaqiət elə 15-20 dərsə ancaq çoxala. Bunların hamısını bilməliyik. Dedim, mən danışıqlarımdan o hiss olmasın ki, mən deyirəm, Pezeşkiyan gəlsə, məsələn, Əsl 15-i icra edəcək. O, eləyənməyəcəkdir. Amma gerçəkçi olmalıyıq, vaqibin olmalıyıq. O da budur ki, biz o inkar durumundan, inkar mövzeyindən bir addım istəyirik qabağa gedək. İnkar mövzeyi bir addım qabağa getməliyik. Mən əlbəttə o birisi məsailə girişmədim. Baxın, fəqət kimlik açısından baxdım. O birisi məsələlərə biz girsək, vaqiyyət budur ki, biz
Cəşti İrşadın yönətənləri ilə bir dənə müslihanə baxan, bir dənə İslami Rəhmani kimi baxan arasındayıq. Bu vaqiyyətdir. Ha vaxt dövlət düşüb bu cərəyanın əlinə, Cəşti İrşad xiyabında cəmaatı açıb kəsib. Böyük bir iş olacaq? Yox, böyük bir iş olmayacaq, amma fikirləmirəm o qədər də əlləri açıq ola, məsələn, Təhlil Tökələr cəmaatın qapısını bağlayır, restoranını bağlayır. O yüzden mənim sözüm budur. Biz məsələləri biraz geniş baxmalıyıq. 100 illik baxsaq, o 100 ilin içində bir dənə balaca, çox ciddi bir addımdır və bir hüsnü də var. O da budur ki, Pezeşiyan gəlsə müqəddəs olmaz, çox rahat biz ona yaman da deyərik, yaxasından yapışarıq, nəqd elərik. Amma bunlar həmin elan ay rəisi gördük da, Allah rəhmət eləsin. Gördünüz nə müqəddəs ziyarət düzəltmişlər eləsinlər. Həmin elan Cəliliyə bir dənə karikatür çəkiblər. O yer gəlib göyə, cambazdır, ərzişhoyi filan. Ya, burası var. Mən vaqən çox gördüm istəyir. Pezeşkiyan gələ və mən onun çox sərih müntəqid olam. Yapışam yaxasından deyəm, əslində 15 hanı. Bu mühümdür. Amma bu çox balaca bir addımdır. Yəni bu nəzərdə almaq üçün çox balaca bir addımdır. Amma yenə ileriyə doğru. Sağ olun. Çox sağ olun. Təkrar hər ikinizə, hər iki qonağımıza təşəkkür edirəm. Fikirlərinizi bizimlə və dinləyicilərimizlə paylaşdığınız üçün çox sağ olun.